Əmlakın sənədi yoxdur deyə evinə qaz çəkə bilməyənlərin problemi necə həll olunacaq? Əvvəlcə xatırladaq ki, 2023-cü il oktyabr ayında qərar qəbul olundu ki, sənədi olmayan evlərə qaz çəkilməyəcək. Gözlənti ondan ibarət idi ki, bununla da qanunsuz tikililərin qarşısı alınacaq. Amma tamamilə əks oldu. Qanunsuz tikililərin sayı artdı və həmin evlər qazsız qaldı. Problem o qədər böyüdü ki, parlament səviyyəsinə qalxdı. Elə məsələni Milli Məclisdə səsləndirən deputat Razi Nurullayev təklif etdiyi həll yolları barədə Asan TV-yə danışıb. Əgər vətəndaşın mülkiyyət sənədi yoxdursa, amma təbii ki, onun ya indi bir köhnədən verilmiş bələdiyyə sənədi ola bilər və yaxud o başqa xidmətlərlə bağlı onun çekləri var, ödəniş eləyib dövlət xidmətləri üçün bu əsas götürülməlidir və əsas götürülməlidir ki, o orada faktiki olaraq yaşayır və onun yaşayış hüququnu və faktını yerli icra hakimiyyəti təsdiq edir. Yerli icra hakimiyyətinin yerli nümayəndəsi bir arayış verə bilər və yaxud icra hakimiyyəti bir arayış verə bilər, bələdiyyə bir arayış verə bilər ki, insan faktiki olaraq bu evdə yaşayır və qaz çəkilişinə ehtiyacı var. Və bu sənəd əsas götürülməlidir ki, ona qaz çəkilişi həyata keçirilsin. Əmlak eksperti Ramil Osmanlı isə məsələni bu üsulla həll etməyi təklif edir. Bununla bağlı konkret olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nazirlər Kabinetinə müraciət olunmalıdır və Nazirlər Kabineti faktiki olaraq qeyd olunan qərarda ya dəyişiklik etməlidir, ya yenidən belə deyək də, başqa bir qərar olmalıdır. Bəs hazırda evində qaz olmayan vətəndaş nə edə bilər? Əgər əmlak 2023-cü il oktyabr ayından əvvəl tikilibsə, o məhkəməyə müraciət etməlidir. Bununla bağlı müvafiq yerli icra hakimiyyəti orqanından arayış alır. Arayış aldıqdan sonra qoşulma ilə bağlı müraciət edir. Qoşulma ilə bağlı imtina aldıqdan sonra məhkəməyə müraciət edir. Məhkəmə qaydasında həmin qurumun üzərinə məhkəmə qərarı ilə vəzifə qoyulur. Bəs qurumlar məsələnin köklü həlli üçün hansı iş görürlər? Mediada yayılan məlumata görə Azərqazın mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, məsələ ilə bağlı yaxın zamanda qərar olacaq və Azərqazın saytında bu barədə məlumat veriləcək. Biz də Eldəniz Vəliyevlə əlaqə saxladıq. O bildirdi ki, belə bir açıqlama verməyib. Azərqaz öz fəaliyyətini ona təqdim olunan qaydalara əsasən həyata keçirir və istehsalat birliyinə belə bir qayda təqdim olunmuyor. YouTube kanalımıza abunə olun.